Asəf, Bayraməliyev Asəf, Firudin oğlu, şəkilə diqqətlə baxaq. Türkiyədə qaçıb gizlənib. Hüseyin, xatırlayırsan bu məktubu? Bəli, xoşlar xanım. Hüseyin, mən səni sevdiyimi bilirəm, məni səni sevdiyimi bilirsən, sən də Ayşadı sevmədiyini də bilirsən, sən bütün etirazları et, Ayşadın sənlə nə üçün və necə evləndiyini açıqla, bu əzabla çox yaşaya bilmərik, axı sən də bilirsən ki, bu evlilik yalan üzərindədir. Vallahi yox, bu məktubu siz... Hüseyin, kim yazıbdı bunu? Vallahi xəbərim yoxdur. Tanıyırsan bunu yazan? Xeyr, xeyr. Siz bayramda göstərmişsiniz, belə məlumatım var idi ondan ki, mən bunu açacağım milyonların qarşısında. Bunu adam kim yazıbsa, geçsin öz başını həkimə göstərsin, başını müalicə elətdirsin, ağzına gələn danışıb, mənim adıma söz çıxarmasın. Ailə ilə də bir-iki dəfə salam verdi, adımıza da söz-söhbət çıxdı. Yəni, heç mənim belə bir problemim yoxdur. Söz, o məktub Gülxanıma niyə gəlmir? Bir dənə də məktub Gülxanıma gəlsin, biri Əliyə gəlsin, biri Vəfiyə gəlsin. Xahiş edirəm, o adamı gətirin bura, görəyim, yalan üzərmə. Da burada. Düdün burada, yəqin ona uyğun olaraq gəlir. O uyğun olaraq yazıb, mənim elə həmin şəxs də gəlsin bura. Necə? Məktub Hüseynə yazılıbsa, həmin şəxs özü də gəlsin bura. Bəli, mən də deyirəm. Hər dəfə bir məktub gəlir, sırf Hüseynə gəlir, nə məqsədlə? Məqsəd nədir? Bunun altında nə gizlənib? Ümumiyyətlə, əzizlərim, bu hamıya aiddir. Xüsusilə də Gülxanıma aiddir. Ağaca çıxarkən, ay Gülxanım, çalış ki, budaqları sındırmayasın. Çünki ağaçdan ki, enəməyə çalışasana, enəndə sənə yardım edəcək o budaqlardır. Budaq yoxdursa, sən başı üstə düşüb məhv olacaqsın. Ona görə bir ağaca çıxarkən onun qol budağını sındırmağa çalışmayın. Enəndə sizə lazım olacaq. Hamıya, hamıya. Hüseyin də sevgiyə layiqdir, Hüseyin də sevə bilər. Yox, Hüseyin açıqlasın kimdir. Hüseyin açıqla. Hüseyin Ayşadı sevmədiyini deyib burada, hamımız eşitmişik. Mən nəyə açıqlayayım? Səsi alın. Teşekkür ederim. Xüsusi sponsorumuz Medera Hospital'dır. Yox, qoy Gülxanıma söz verim Aylin. Gülxanım. Mən bilirəm Hüseyin məsələsini deyir. Hüseyin, bu Hüseyin məsələsi mən anonsu verdim. Hüseyin də mənə anons verdi. Amma mən indi Gülxanımın anonsunu verim ki, Vəfadan keçin Vəfanın DNK-sını açın. Gülxanım, gəl bura. Uşaqlarının paltarlarını aldıq. Çox sağ ol. Adlarını da qoydum. Aydan Aysu. Aydan Aysu. Düzdür? Gülxanım. Düzdür. İndi nə istəyirsən məndən?
İndi nə istəyirəm Xoşqədəm xanım, uşaqlar küvəzdən çıxır. Mikrofon yaxın tut. Uşaqlar küvəzdən çıxıb aynı hissədadır. Yaxın Həkimlər deyir ki, Necə? gəl uşaqları götür ginən, uşaqlar küvəzdən çıxıb aynı hissədadır. Və mən də uşaqlara baxmağa gücüm yoxdur. Hələ ki, uşaqları istəyirəm ki, qoyum uşaq evinə bir müddətlik. Deməli, Bir müddət. biraz hündürdən danış, eşidərsən. Uşaqları Mən hələ ki, eşitmirəm. qoyum uşaq evinə bir Deməli, müddətlik. uşaqlar küvesdən çıxıb, Bəli. aha. Çünki Rəşad yaxın durmadı Xoşqədəm xanım. Nə DNT vermədi, aliment. Heç nə, yəni eləmədi. Bilirəm ki, eləyən də deyil, yəni. Yəni sən Yəni aylarca DNK-dan burada- və alimentdən imtina edirsən. Çünki eləmədi, gələn də deyil Xoşqədəm xanım. Zaten mən bunu bilirəm ki, uşağımın atası odur. Buna heç gərək də yoxdur. Mən bunu bilirəm. Amma o gəlmədi. Yenə də istəmirəm. O istəyir ki, mən istəmirəm mən o efirdə adı, istəmirəm də yəni eləmək istəmirəm. Amma mən bilirəm ki, uşağın atası odur. Onsuz aliment verən deyil. Yəni aylardır burada mübarizə apardım. Sizlə də yenə çıxıb elə ona görə mən yəni çıxıb getdim. Yenə də sizin yanınıza qaldım. Heç bir mənası olmadı. Ona görə ki, İndi istəyirsən ki, nə Hə. edək? qoyaq hələ ki, qoyasız uşaq evinə, amma mən uşaqlarımla imtina eləmirəm. Hər həftədə bir dəfə gedib görəcəm. Biraz böyüsünlər, götürüb inşallah qoyacam bağçaya, yenə baxacam özüm. Neçə yaşında? Xahiş edirəm, sakit bir də. Uşaqlar bağçaya düşən yaşda ki, bağçaya neçə düşən yaşında, yaşda, hə. götürüb qoyacam bağçaya, işləyib uşaqlarıma baxacam. Əminsən? Yəni Bəli, buna bəli, əminsənmi? bəli. Bəli, yox, onları mən atmayacağam. Çünki onların nə ata, ana, heç kəs Bəlkə yox. sənə bir ev tutaq, şərait yaradaq, uşaqlara özün baxasan. Ev tutmaq Xoşqədəm xanım, mən təkəm axı, mən iki uşağa necə baxacam? Ana yox yanımda ki, heç olmasa kömək eləsin. İki körpəyə mən baxa bilmərəm axı, onlar özü də zəif, yarımçıq uşaqdır. Qorxuram körpə uşaq. Bu uşaqlarıma da anam baxıb, baldızlarım baxıb, yəni qorxuram. Deyirəm ki, həqiqətən. Gülxanım, mən uşaqlarının paltarı falan hamısı alındı, uşağı çıxardırıq. Bilirəm, Birazdan Allah uşaq köməyiniz çıxacaq olsun. xəstəxanadan. Sənədlərinin düzəltməyə artıq vəkilə verdik. Sənədlər, uşağın Allah sənədləri razı olsun düzəldilir sizdən. bu dəqiqə. Amma mən sənə təklif eləyirəm ki, uşaq evinə yox, sənə şərait yaradaq, ev tutaq. Uşaqlar körpədir, yazıqdır. Birazca Xoşqədəm baxmağa. xanım, onlara baxmağa qorxuram mən. Onlar çox balacadır, körpədir. Vallah qorxuram baxmağa. Bəs hansı ağılla onları istəmişdin ki? Onları mən yenə istəyirəm. Mən onları atmayacağam. Böyüsünlər Atmaq biraz. necə olur? Biraz böyüsün Xoşqədəm xanım, götürüb bağçaya qoyacam. Bir dəqiqə Mən başa onlara düşürəm, baxa sən, bilmərəm. amma balaca vaxt ona baxmaq. Onlar Bilmirəm, körpə onlar- bu boydadılar. Xoşqədəm xanım, qorxuram. Vallah onlara baxa bilmərəm. Mən çox zəifdirlər. Sən bilirsən, bu boydadır. Vallah mən onları çətinlikcə iki Yox, körpəyə... bu boydadır, uşaq bu boydadır. Əl boydadır, Mənə əl əl boydadır. Xoşqədəm xanım, kim kömək eləyəcək mənə? Mənə gəlir köməkli eləyən olsun, uşaq yeməyi, mən onları necə Biz kömək eləyək də, mən sənə kömək, evini də tuturam. Köməkli. Necə? Bilmirəm, Allah Xoşqədəm. Eləsəz əlbəttə eləyərəm, mən yenə də nə biləm. Kömək etsəz edərəm, onu da edərəm. Yəni mən bunu eləsəm, sən razısan? Bax sonra fikrindən daşınmayın. Yox, fikrimdən daşımaram. Mən uşaqları da atmıram. Yenə deyirəm ki, mən o uşağı deyində, əlbəttə mən də istəyərdim ki, olsun aliment. Amma ki, onsuz mən bilirəm onun atası Rəşaddır. Prosta o istəmədi. İstəmədi. Onsuz dedim, mən də istəmirəm onu. Burada efirdə bir abır olmasın. Yəni eləmək istəmirəm bunu ona. Çünki bu onu da özü də istəmədi. Mən də onun dediyinə razılaşdım. Yox, mən demirəm ki, sən aliment tələb elə, yəni Yox, əsla. istəmirəm. Mən onu da bu sənin ona öz görə- fikrindir. Kimisə məcbur etmək olmaz. Çünki Amma mən onu eləmirəm. O istədi ki, dedi mən efirdə eləmə, biabır olmayım, adım çəkilməsin. Mən də Sən hələ Rəşaddan da. uşaqdır da, Rəşad uşağın Sən da mövzunu atasıdır aparırsan, da. Rəşada Ay çıxardırsan. Zülfiyə xanım da söhbət ondan gedirdi. Uşağı yenə deyirəm Xoşqədəm xanım, əlbəttə ki istəyirəm ki, baxım, evləb siz elə eləsəz də onu da edərəm. Amma ki yenə qorxuram ki, mənim yanımda yenə bir qadın olmalıdır. İndi Rəşad gələ bilmirsə, uşaqları aralı saxlaya bilər. Və mən başa düşürəm, Gülxanım doğrudan baxa bilməyəcək, ay cəmal. Çətin ona görə qorxuram. Həqiqətən baxa bilməyəcək. Mənim yadıma Mən atmaq istəmirəm ki, atmıram ki, mən elim onları atmıram. Yenə Demirəm ki, atırsan, deyəm, baxa bilməyəcək. onların ata yox, ana yox. Qarşına çıxacaq. Görün başqa kimi tapıram. Xeyr, heç vaxt. Bəli, Yox, heç məncə vaxt yox. dərsini alın. Etmərəm Elədir ona, də. Ramal bəy, heç Yox, vaxt bu dəfə etmərəm. ağlı başına gəlib. Sərf eləmişəm, mən o insan həqiqətən inandım. Yəni bunu istəmirəm hər dəqiqədə mən burada deyim efirdə. Heç istəmirəm Rəşadla bağlı mən danışım. O mövzuya Yox, son o qoymuşam. mövzunu elə qapat, bəli. əgər qapatmaq istəyirsənsə, çünki biz sizi Bəli, məcbur bəli. edə bilmərik. Bəli. Uşağa baxmağa da məcbur edə bilmərəm, Mən alimentə də, Rəşadın DNK-ya mövzusunu da. qapatmışam. Yəni Qapatdı, yox da- Amma bitdi. bu uşağın atası odur, bunu mən özüm bilirəm, mənim üçün bəsdir.
İndi uşaqların amma ata qrafasında Atalığı. Hüseyin kimi Hə, orada nə yazılacaq? Mən onu yazılmayacaq da. Niyə rəş? Tək ana kimi mən vəkillə danışdım. Əgər Bəli, ata tanınmayıbsa, tənha ana. orada tənha ana öz Bəli, atasının öz- adını bəli. yazdırır. Elə də Öz yazılacaq. atasının adını. Bəli, mən də Amma maraqlandım. atmayacağım. Onları bir həftədə bir dəfə gedib görəcəm. Biraz böyüsünlər, onları mən özüm götürüb saxlayacağım. Çünki onların nə ata, heç kəsi yoxdur. Heç kəsi yoxdur. Olarmı? Buyurun. Gülxan, sən bir dərk eləyirsən də, indən belə ana olmaq istəmirsən ki. Heç vaxt. Mən vəbşə ana Amma yoxdur, həyatımda amma heç qulaq kəsi as bir dəqiqə. istəmirəm. Sevməyə Mən ixtiyarın var Xeyr, yenidən. mən ha. heç vaxt sevmirəm. Mən də insandır, yəni sevdim, inandım. Yəni Ay, o Gülxan. insan var, istəmirəm danışmağı, Ay yəni Gülxan, bitti. sən bilsən ki, o uşağın dırnağı üçün həyatını verənlər. Şuram xanım, yenə atmıram, çarəsizəm, neyniyim? Görürsə ata yaxın durmur. Neyniyim mən? Tək tənha necə qalacaqsan? Mikrofonu yaxın tut. Heç işləyəcəm, bir dənə köməklik eləyəsiniz mənə işdim. Hər həftə də gedib o uşaqlarımı da görəcəm. Hər həftə gedib bu körpələri gedib hər həftə onları uşaq evində. O birisilər də, o birisilər heç olmasa atası yanındadır. Bunların heç kəsi yoxdur ağa. Bunlar hər Bilmirəm, dejavudur ya nədirsə. Mənim elə bir yadıma gəlir ki, orada kimsə oturub deyir ki, mən baxacam uşaqlara. Mən neyiniyim, hayır düzəltməm, siz deyin. Mən Əsas odur iki uşaqlar körpəyə, olsun. mən onlara baxmağa Özüm gecənin bir ölməmişəm ki, yarısı siz kimsiniz? Qorxuram, məsələn pis oldu. Siz mənə ağıl öyrədirsiniz, uşaqlar mənimdir. Qorxuram, körpədir çox, onlar həqiqətən çox zəifdilər. Körpədirlər, yarımçıq uşaqdır. Bəs Gecənin bir vaxtı onlar bunu boğulsa, sizə mən kimə deyərəm? Mən 6-7 ay qorxuram, bundan kimə qabaq deyim mən deyirlər. ki, Uşaq belə oldu. Yox, mən neyim, telefonlarımı qorxuram. artıq bloklamışam. Telefon yoxdur məndə. Mən Yox, yəni ki, Şəhərlər onları yeyəcək qorxudan. Hamı qınayacaq amma əslində bilmirəm amma indi mən onları sizə etiraf edirəm ki, onları haqlı hesab etmirəm, mən amma- iki uşaq üçün Gülxanımı bugün bura qəbul etdim. Çünki bildim ki, mən bildim ki, o uşaqları vurub qoltuğuna bu, qapı-qapı gəzəcək. Mənim Gülxanıma yox, o uşaqlara yazığım gəldi. Yazığınız gəl, amma mən sizi əmin eləyirəm ki, Gülxanım o uşaqları heç xəstəxanadan götürməyəcək. Yox. Demir ki, Artıq Gülxan, proseslər demir ki, gedir, mən götürəcəm. Uşaqları mən götürürəm. Demir ki, Gülxanıma Elə görə. uşaqlara deyir ki, görə mən uşaqlara xoş görə. gələm. Siz götürəndə də apar təzədən qoyurdu, ay Gülxan. Xoş gələm xanım. deyir, Varsa, apar Mənim qoyuram. yanımda körpələr ana yox, evi, necə uşaq baxım? evi daha yaxşı olur. Daha məsləhət. Deyir yenə də deyir qoyuram da. Ben necə baxım? Ay, nə gözəl, nə gözəl deyiblər. Hər suya dəniz demə. Nə gözəldir, həqiqətən. Ay canlar, ay Allah, mən bu günləri dəli olacağam. Mən bugün o iki körpəni xatırladıqca mənə bilirəm ki, hamı indi bu dəqiqə ekran qarşısında deyir, xoş qədəm, niyə Gülxanımı qəbul elədin? Ay, mənim əziz tamaşaçılarım, mən Gülxanım adlı bir qadını yox, iki günahsız körpəni düşünürəm. Aydanla Aysunu. Və mən fikirləşirəm ki, əgər bugün mən onu xoşqədəm olaraq heç bir şey güdmədən, çünki mənim Gülxanıma ehtiyacım yoxdur. Baxın, nə qədər talihlər var, qalıb orada mən vəfaya görə qalmışam belə. Bir dənə bugün mənim efirimə Hüseynlə bağlı bu kifayət edir. Və mən onu, lütfən dostlar, rica edirəm. Mən o iki uşağın qarşısında sabahları vicdan əzabı çəkəcəm. Ki, mən bunlara niyə kömək eləmədim? Gülxanım onları qapı-qapı gəzdirəcək və ondan da sonra o uşaqların başına nə gələcək bilinməyəcək. Və illər sonra mən də o vicdan, o əzabla yaşayacağım. İndi bayaq onu deyirdim ki, siz icazə vermirsiniz mənə, yerdən söz atırsınız. Fikrimi bitirə bilmirəm mən. Niyə mən dedim ki, hər suya dəniz demə, hər kəsə əziz demə, hər təmiz geyinənə vicdanı təmiz demə. İndi bugün qarşımıza
su kimi çıxıb, ay kimi çıxıb, mən qoyuram ora, mən nə bilim nə deyən Gülxanım, sabahları deyə bilər ki, məni bax, deyə bilər, ha, indidən deyirəm, deyə bilər ki, uşağı məni məcbur elətdirdilər, apar qoy uşaq evin. Onun üçün dəfələrlə soruşuram, qızım, DNK istəyirsən? Xoşqədəm xanım. Yox, indi istəyirsən. Çünki Rəşad gəlməyəcək, o da istəmir. İstəyirsən. Gələn deyil axı, Xoşqədəm. Hə, yox, istəyirsən ya hədə ya yox. Yox, çünki mənim uşağımın Qızım, atası aliment istəyirsən? Yox. Qızım, uşağına özün baxmaq istəyirsən, yardım edirəm sənə. Ev tuturam, şərait yaradıram. Onu istəyərəm, Xoşqədəm xanım, amma körpədilər, ondan İstəyirsən, ya hədə ya yox. Burada bir cavab var. Xahiş edirəm. İstəyirəm, istəməyə əlim, istəyirəm, amma Yox, ki... sən mənə denən, ha, milyonların qarşısında. Mən bu sualları elə belə vermirəm. İstəyirsən, ya hə, ya yox. Hələ ki, uşaq evində qalsınlar, uşaqlar özünə gəlsin. Yəni, Gülxanım, uşağı uşaq evinə qoymaq istəyirsən... Qoyuram, amma ki, imtina eləmirəm uşağımdan, Xoşqədəm xanım, belə. Bu, milyonların qarşısında, kameraların altında oldu. Mən buraya gəlməyimin də səbəbi... Sabahları çıxıb, buradan gedib xanım. deməyəcəksənmi ki, məni kimsə məcbur elədi? Xeyr, mən özüm gəldim bugün Xoşqədəm xanım sizə, çünki o uşaqlar qalmışdı orada yiyəsiz. Özün öz istəyindən gəlmisən, səni də söz bəli, vermişdim bəli. bura. Qəbul eləməyəcəm, amma uşaqlara görə qəbul etdim. Uşaqlara yardım edəcəm. Yenə deyirəm ki- Uşaqların bütün hamısı artıq paltarları falanları, çünki çıxır xəstəxanadan, heç nəyi yox. Ona heç görə bir mən şey yox. Xoşqədəm xanım yanına gəldim, onlar qalmışdı yiyəsiz o uşaqlar, Banisada, ona görə. Yox idi o İlk tərəfdə. səsim mənə deyir ki, bu adam Rəşaddan heç nə istəməməkdə nəsə planlıdır. Plan bilir, Ola bilər, deyim də ola sizə. bilər danışırlar Yox, aralarında. xeyr, Amma- Rəfət bəy, bugün deyim mən sizə. Rəşadla Yoxsa bağlı ki, Rəfət bəy, birdən-birə, biz tanıdığımız Gürxanın Mən deyim birdən-birə... də, mən deyim də heç nə sizə. istəmirəm. mübarizə apardı. Burada Uşaqları nəsə var. qoyacaq uşaq evinə, düşəcək Rəşadın dalıyca. Baba, bu sizə deyim. Məqsəd xanım. da odur. And Xoşqədəm Allah'ıma xanım ki, artıq dedi məcbur, Rəşad sus, mövzusu bir dəqiqə bağlanıb. deyəm. Mən fikrimi tamamlayım sonra. Rəşad mənə alçaldandan Xoşqədəm sonra xanım deyir ki, uşağımı ev ev tuturam. durmadı. Xeyr, Uşaqlarıma mən bax özümü günə, saxlayacağam. sus. Hər şey eləyim, deyir yox. Niyə yox? Çünki bilirəm gələn Çünki deyil, Gülxanım Rəşadı tanıyıram, Rəşadın mən dalınca apardım da düşmək burada istəyir. mübarizə Başqa nə şey oldu? Ay Zülfiyə xanım, Bax, deyəcəksən, aylardır burada Gülxanım, mübarizə Vaqifə, apardım. Mən düşünürəm ki, sən yorulmusan sadəcə. Başı dincəldib öz həyatına qırağa çəkilmək istəyirsən bu proseslərdən. Gələn deyil axı, yenə Məcbur başlayacaq edə həmin bilmərik. söz söhbət. Əlim, mən onu məcbur etdim. Çünki mən, Aydındır. mən bilirəm ki, uşağımın atası odur. Mən onu zaten bilirəm, qoy başqası bilməsin. Uşaq artıq Yox, o Rəşadla xəstəxanadan çıxarılır. Buradan da göndərilir uşaq evi. Demişdim ki, Gülxanım Və buraxın salam. azad yaşasın. Buna ana, Amma valideyn ola Gülxanım, bilməz. sənə mən bir dənə məktub oxuyacağam. Şahin, hardadır o məktub? Yox, göstərməyibdi Samirə. Hə, baxın. Deməli, bir məktub oxuyuram, diqqətlə qulaq as. Nərminə Həsənova Mübariz qızı yazır. 25-i 3-cü ay 93-cü ildə doğulub. Sumqayıtda. Yox, bu deyil. Bu deyil. Bu bizim buradakı Nərminə. Hə. Deməli, bir məktub, mən səhv saldım, bizim Nərminəni mən dedim. Yazır, mənim adım Gülnarədir. 22 aprel 2011-ci ildə Bakıda doğulmuşam. Uzun illərdir ki, uşaq evində yaşayıram. Bu məktubu sizə ona görə yazıram ki, görmədiyim atamı axtarasınız. Mən atamı heç zaman görməmişəm. Ancaq hər zaman ürəyimdə onu görmək, onu tanımaq, onu qucaqlamaq arzusu var. İllərdir ata həsrəti çəkirəm. Atası olan uşaqlara baxıb ağlayıram. Anamla görüş zamanı ondan atam haqqında məlumatları soruşdum. Anam dedi ki, atamın adı Heybətov Zaur Raufoğludur. Doğum tarixi 24 iyun 1978-ci il. Hətta şəkli də olmalıdır, səhv etmirəmsə. Xoşqədəm xanım, xahiş edirəm sizdən atamı tapın. Məni onunla qovuşdurun, xoşbəxt edin. İnanıram ki, siz mənə kömək edəcəksiniz. Gülnarədir adı. 22 aprel 2011-ci ildə Bakıda doğulub, uşaq evinə verilib.
atasının adı Heybətov Zaur Raufoğludur. 24 iyun 1978-ci ildəndir. Gülxanım, bu sənə çox şeyi deməlidir. Sabah sənin balaların da çıxıb sizləri axtaracaqdır. Bu şəkili yaxından verin. Bu həmən balamızın Gülnarənin atasıdır. Zaur, Heybətov Zaur Raufoğlu. 24 iyun 1978-ci ildə doğulub. Diqqətlə baxın. Tanıyan, bilən varsa 050-501-01-47-yə dərhal zəng eləsin. Gülxanım, indi nə deyirsən? Bəli, Xoşqədəm xanım, onlar Mən da elə çıxıb... bildim ki, bu məktubu sən Onlar da o eşidəndə uşaqlar- göz yaşların sel olacaq. Sağlaydım, Xoşqədəm xanım. Onlar da çıxıb atasını axtaracaq, vaxt olacaq. Məni yox, mən onları atmayacağım. Amma atasını axtaracaqlar, düzdür. Atasının adını bilir. Hələ Onu mən- axtarır. bizim Siz evə- də qabağında yazacaqsınız boş. Babadır. Mənimkini, babasını axtarır. mənimkini hələ Respublika Azərbaycan heç olmamışdan bilib ki, kimdir. Qoy hər kəs bilməsin, mən özüm bilirəm. Neyini, mən onunla bacara bilmədim. Gətirə gördünüz özünüz, gətirə Neysə, bilmədim. sabah buradan Gülxanımın uşağı uşaq evinə gedəcəkdir. İlk dəfə Xoşqədəm onları qucağına alacaq. Ana kimi bağrına basacaq. Nə deyirdin? Bir dəqiqə. Əslində Çətinliklərinə, bu əzablı, çətin dünyaya 2 nəfər də atıldı. studiya yanınıza gələ bilərəm. Gəlin. Gəlin. Uşaqlar buradan gedəcək uşaq evinə. Ona görə də hər şey Əslində Gülxanıma bir dənə söz deyəcəm. Bilirsiniz ki, mən də tez ana olmuşam. onu Gülxanımı qoy kənara. Yox, Sən başqa xahiş nə deyəcək? edirəm. Gülxanımı qoy kənara. Hə. Yox, o mənada demirəm Yox, yəni. Gülxanım bu dəqiqə özünü quyuya salıbdı, quyudan Axı da siz ona maddi kömək eləyirsiniz, onun bir dənə uşaqlarına qulluq eləməlidir. Bəs mən 18 yaşında ana olmuşam, mənim anam yaxın durmayıb, uşağın atası yaxın durmayıb. Bu boyda uşaq, onun uşağından da tez doğulub mənim uşağım. Mən onu özüm Aydındır, aydındır. Aylin, sözünü de. Ayşad oyuna görürəm davam eləyir. O məktubu kiməsə yazdırmısan, göndərtdirmisən. İndi o məktubu nəysə mənim üstümə şey eləmək istəyirsən. Mən başa düşürəm sənin fikrini. Bir dəqiqə. Amma Eşidirsən eləyə mən, bilməyəcəksən. Sən hər dəfə beləsən, gəlirsən bizim mövzularımıza toxunursan. Yox. Sonra da deyirsən ki, ay belə, ay elə. Sən niyə qarışırsan Yox, yenə? o- Bax, mən sənlə bilirəm ki, sənin gəlmisən, öz oyunlarını- işlərlə niyə məşğul olmusan? Mən sənin oyunlarını bilirəm. Gəlmirsən, Sən oyun onu- oynayan sənsən. Mən Sən deyil. onu mənim Sən üstümə mənim atmaq yoldaşımla istəyirsən. Amma bil ki, çəkilirsən. bu günlərdə Yoldaşımın salam telefon vermişəm. nömrəsini Heç sənə mən də yazdım. Sağ ol demişəm, heç üzünü də Vallahi heç görməmişəm. sən Aylin, sənin adını çəkən oldu. Elə sən də adını çəkən oturursan, O var. durursan. məktubu sən özün kiməsə yazdırtdırıb Nə yalan göndərtdirmisən. danışırsan? Necə ki, Niyə məni yalan oyuna danışırsan? salmaq istəyirdin. Sən onu mənə Başa sübut düşdün eləyəcəksən. deyirəm. Sən onu Eşidirsən mənim üstümə məni? atmaq Sən istəyirsən. burada Ata mənə yalan danışa bilməyəcəksən. bilməzsən, Ata eşitdin? bilməyəcəksən. Mən Mən sübut ata eləyəcəm ki, bilmərəm. onu sən yazdırtdırmısan. Mən yazdırtmamışam. Sən Məndən özünü yazdırtdırmısan, sən salma. Sən çox oyunlar oynayırsan. Vallahi doğrudan bəlkə Gah Aylin yoldaşımın eləkdir, yaxınına Xoşuna gəlirsən, xanım. Gah Mən yoldaşına sevmirdim. bənc eləyirsən. Salmaq Gah istəyir. yoldaşımın ətrafından Xeyr, çəkmirsən. kəs Get ücə, öz işlərindən kəs ücə. məşğul. Sən özün kəs, yaxşı? Kəs ücə, oyunun Sən bitdi. kimsən ki, mən Oyunun səndən bitdi. oyun oynayam? Oyun oynayan sənsən. İndi də yenə Gördüm, gəldin özünü. gördüm. bildirmə Ay gün bəlkə özün elə həqiqətən özün eləmsin. Prosu qabağıma Mən gəlmiş sən özün eləyib. yəni, Özünü ümumiyyətcə. atdın ortalığa, özü su ortalasın. Xeyr, mən o məktubu Ayşadın mənə planlı şəkildə şərə, böhtanı oyuna salmaq üçün Şər də yazıb varsan, göndərdiyini bilirəm. böhtan da varsan, oyunbaz da Bilirəm. varsan. Eşitdin? Sən məni özündən səhv salma. Yaxşı? Məktuba reaksiya vermədin, hayır. Çünki çox məktublar gəlibdir. Heç bir nəticəsi Maraqlı da, olmayıb. xanımlar var Xalit burada. kimdir? Mikrofonu ver ona. Xalit adlı şəxs tanıyırsan? Xalit kimdir? Bu DNK-nın açılmasında Xalit də iştirak eləmək istəyir. Bəli. Bəli. Yeri günəş çıxır. Orada Vəfa var Kürdəmirdən Xoşqədəm xanım. Ona deyin ki. Xalit.